Dövlətlərlə bağlı hazırladığım sınağın izahını verirəm. Şirvanşahların sacirlərlə ortaq, salarilərdən fərqləndirən xüsusiyyətini müəyyən edin. Aha. Deməli, Dərbənd əmirliyini tabe edib, bu Şirvanşahlara xas xüsusiyyətdir, sacirlərə də, salarilərə də aid deyə fərqli cəhət kimi götürə bilmərik. Azərbaycanı və Aytarla birləşdirmək saci salari üçün ortaqdır, ona görə fərq kimi götürə bilmərik. Türk mənşəli salari tərəfindən əsası qoyulub, Şirvanşahlar ərəb mənşəli olubdur. Dərbənd sədini təmir etdirib, bəli, salarilər təmir etdirməyib, amma Şirvanşah və sacilər təmir etdiribdir. Ona görə doğru cavabdır. Baxıram, Yusif ibn Əbu Sac Babək üçün oxşar, Cavanşirdən fərqli xüsusiyyəti müəyyən edin. Həm Yusif, həm də Babək ərəblərə qarşı mübarizə aparıb, həm də Cavanşir mübarizə aparıb. Bu ortaq cəhətdir. Amma Yusif ibn Əbu Sac və Babək Abbasilərə qarşı mübarizə aparıb və döyüşlərdə qalib gəlib, amma Cavanşir heç Abbasiləri görməyibdir. Ona görə də doğru cavabımız olur Y variantı, yəni Abbasilərə qarşı döyüşdə qalib gəlmək. 10-11-ci əsr hökmdarlarla bağlı uyğunluğu müəyyən edin. Belə suallarda nəyə diqqət edirik? Əsrə diqqət edirik və hökmdar sözünə diqqət edirik. Deməli, hərbi və ticarət məqsədi ilə Kür çayı üzərində Xudafərin körpüsü yazmışamsa, bu sual ümumiyyətlə yanlışdır. Çünki Xudafərin körpüsü Araz çayı üzərində olubdur. Öz adına pul kəsdirib sacilər dövlətinin əsasını qoyub yazmışamsa, deməli, bir dəqiqə sualı yaxınlaşdırım. Aha, demək öz adına pul kəsdirib Məhəmməd ibn Əbu Sac. Məhəmməd ibn Əbu Sac doğrudur, amma Sacilər dövlətinin əsasını qoyanda 9-cu əsr idi. Mən 10-11-ci əsr yazdığıma görə bu variantı götürə bilmərəm. Sonuncu Sacə hökmdarı Deysəmi taxtdan saldı Məzban ibn Məhəmməd. Bu doğru fikirdir, amma Məzban ibn Məhəmməd Deysəmi taxtdan salanda hələ hökmdar deyildi. Mən sualda hökmdar dediyimə görə bu yanlış fikir olmuş olur. Hərbi saat keçirdi Əblasvar Şavur, bəli, Əblasvar Şavur hərbi saat keçiribdir. Bu doğru fikirdir. Demək cavabımız D variantıdır. Dədə baba mülkü olan Dərbəndi yox, Dəbili olmalıdır. Ona görə bunda yanlışdır. Keçdik onda 4-cü suala. 9-11-ci əsr torpaq mülkiyyət formaları ilə bağlı uyğunluq gözlənilir. Bu sualda da nəyə diqqət edirik? 9-11-ci əsr əsr məsələsinə və torpaq mülkiyyət forması məsələsinə. Deməli, dövlət torpaqları divan və xas olmaqla ikiyə bölünür. Doğru cavab budur. Bu dərslikdə verilibdir. Səhv eləmirəmsə, Analiz əvvəlki nəşrində yoxudur. Ona görə çaşa bilərsiniz, amma dərslikdə var. Ona görə bu doğru fikirdir. Torpaqdan istifadəyə görə alınırdı üşür. Doğru fikirdir. Niyə bəs yanlış götürmüşəm görəsən? Çünki üşür torpaq mülkiyyət forması deyil. Mən sualda torpaq mülkiyyət forması soruşuramsa, vergidən danışa bilmərik. Üşür vergidir. Ən geniş yayılmış torpaq sahibliyi mülk idi. Ona görə yanlışdır. Hərbi xidmətə görə verilirdi. Xostak Sasanilər dövründədir. Təbii ki 9-11-də danışa bilmərik. Ulucun əlindən çıxıb Əməvi feodalının yox da Abbasi feodalı deməliyik. Bu 9-11-də isə danışırıq. Ona görə də yanlış olmuş olur. Uyğunluq gözlənilmişdir oxuyuruq çoxumuz. Diqqət edək, gözlənilməmişdir yazmışam. Yanlışı soruşuram. Şirvanşahlar dövlətinin əsasını qoydu. Şirvanın ilk rəsmi hakim olan Heysam ibn Xalid. Çoxumuz bunu doğru götürürük. Heysam ibn Xalid əsasını qoysa da Şirvanın ilk rəsmi hakimi kim hesab olunurdu? Bir dənə yadımıza salaq. Yezid ibn Məziyyət ilk rəsmi hakimi Yezid ibn Məziyyətdir deyə biz Heysam ibn Xalid götürə bilmərik. Ona görə yanlışdır. Demək, uyğunluğun gözlənilmədiyi variant elə bu variantdır. Şəddadilər dövlətinin əsasını Əliləşgərə qoydu, doğrudur. Paytaxt Təbrizə köçürdü, Əbülhicca doğrudur. Oğuz ailəsinin məskunlaşması Bəhsudan icazə verir, doğrudur. Paytaxtı Şirvandan köçürdü, Əbültahir, bəli, Şirvandan Şamaxıya köçürdü. Keçək. Birinci minillik. Vermişəm birinci minillik. Şəddadilər dövləti ilə bağlı uyğunluğu müəyyən edin. Əgər birinci minillik deyirəmsə, deməli mən burada Şəddadilər dövlətdə deyirəmsə, demək ki, Şəddadilər dövlətinin 10-cu əsrindən danışıram. Çünki artıq 11-ci əsr 2-ci minliyə düşür. Demək, 10-cu əsr hadisələrinə baxıram. Bizans Erməni güclü qüvvələrini məğlub etdi. Əliləşgərə kim məğlub etməklə asılı olmayaraq, Bizans Erməni güclü qüvvələri bilirik ki, 1037-ci ildədir. 1037-ci ildə və yaxud da 1038, 1048, bu da 11-ci əsrdir. Demək, 10-cu əsrə aid deyil, getdi. Dəbil əmirliyinin əsasını qoydu Məhəmməd ibn Şəddad. Demək, Dəbil əmirliyinin əsası deyirəmsə elə, bu bütünlükdə yanlışdır. Nəyə görə? Çünki Şəddadilər dövləti yazmışam. Dövlət var idi mi Dəbil əmirliyinin əsası qoyulanda? Təbii ki, yox. Ona görə yanlışdır. Bərdə Şəmkir dövlətə birləşdirdiyi birinci ləşkəri. Bəli, birinci ləşkəri Bərdə və Şəmkiri dövlətinə birləşdiribdir və bu da elə 10-cu əsrə aiddir. Demək, doğru cavab elə bu variantdır.
Bəs niyə D yanlışdır? Çünki Xudafərin körpüsünü Fəzil Məhəmməd saldırsa da bu 1027-dir, yəni 11-ci əsrdir. Ona görə yanlışdır. Şimal-şərqdə yox, Kür və Arazın aralığındaydı deyə şimal-şərqdə Şirvanşahlar var idi. Ona görə yanlışdır. Aha. Mərzban ibn Məhəmmədin dövründə asılı olan ölkələrin hakimlərindən alınan vergi bu asan sualdır. Kitabda da qeyd olunubdur. Asılı ölkələrin ölkələrindən xərac alınırdı. Sonra keçək Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti. Deməli, diqqət eləyək bura. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti dövləti yenələrin yaranmasına yox, dövləti yenələrin dirçəlməsinə kömək oldu. Yəni dirçəlməsinə bizim dövlətçiliyimiz Manna ilə başlayıbdı. Şirvanşahlarla başlamayıb. Ona görə bu yanlışdır. Slavyan və Alanların hücumunun qarşısı alındı. Slavyan və Alanların hücumunun qarşısı alındı deyə bilmərik. Sadəcə olaraq onlara qarşı mübarizə asanlaşdı deməliyik. Qarşı tamamilə alınmır axı. Bunlar yenə də hücum edirlər. Ona görə yanlışdır. Şamaxı, Bakı, Şabran, Dərbənd ticarət və sənətkarlıq mərkəzinə çevrildi. Baxın, bu cümlə eyni ilə qeyd olunubdur. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyət hissəsində hansı ki diqqət eləmirik ki, deyir bu şəhərlər ticarət və sənətkarlıq mərkəzinə çevrildi. Ona görə doğrudur. Şimaldan basqınlara qarşı mübarizə asanlaşdı. Həqiqətən Şirvanşahlar yaranması ilə basqınlara qarşı mübarizə asanlaşıbdı. Elə Alanlar, Slavyanlara qarşı doğru fikirdir. İlk paytaxt Şamaxı yox, Şirvan olub, ona görə yanlışdır. Cənubdan hücumlara qarşı müdafiə salınmışdı. Belə bir şey yoxdur. Ona görə də yanlışdır. Demək, doğru cavab olur bu və bu. Keçdik digər növbəti suala. Haşimlər və Cəfərlər sülaləsinin ortaq cəhətdir. Deyə bilərsiniz ki, biz bu sülalələri harda gördük? Haşimlərə çox adam diqqət eləsə də Cəfərlərə diqqət eləmir. Deməli, Haşimlər dimə də çox düşən hissələrdəndir. Haşimlər Dərbənd əmirliyində olubdur. Cəfərlər də Şəki hakimliyində, Şəki hakimliyi müstəqil idarə edən sülalə olubdur. Deməli, Haşimi və Cəfəri üçün ortaq cəhət hər ikisi müstəqil şəkildə idarə edibdir. Demək, burada oxşar cəhət nə olacaq? Məsələn, yazıb xilafətin mərkəzi türklərin qiyamı bu Haşimlər üçün ola bilər, amma Cəfərlərdə belə bir şey yoxdur. 8-ci əsrin 30-cu illərin canişinliyi, Tiflis canişinliyi yaranıbdır, amma da Cəfərlər deyildi, getdi. 9-cu əsrin ikinci yarısı müstəqil siyasət yeridi. Bəli, hər ikisi 9-cu əsrin 60-cı illərində ümumiyyətlə Şirvanşahlar dövləti, Şəki hakimliyi, Dərbənd əmirliyi 9-cu əsrin 60-cı illərində müstəqil siyasət yeridib. Ona görə doğru cavab məhz budur ki, deyirik ki, Cəfərlər də Şəki hakimliyində müstəqil siyasət yeridibdir. İkinci rübü deyə bilmərik, çünki bunlar ikinci yarısından sonra müstəqil olublar. Ona görə yanlışdır. Şirvanşahlar dövlətindən asılı olub deyəndə də 10-cu əsrin birinci yarısı yox. Biz bunu ikinci yarısı deməliyik. Yanlışdır. 8-ci əsr Tiflis müsəlman əmrinə tabi olan əraziləri 10-cu əsrdə özünə tabi etmiş hökmdarla bağlı uyğunluq gözlənilmişdir. Deməli, 8-ci əsrdə Tiflis müsəlman əmrinə tabi olan ərazilər hansıları idi? Elə Tiflisin özü idi. Bir də Kaxetiya idi. Bu ərazilər 10-cu əsrdə özünə tabi edən kim idi? Təbii ki, Yusif ibn Əbu Sac idi. Demək, Yusif ibn Əbu Sacla bağlı uyğunluğun gözləndiyi cavabı istəyir. Paytaxtı Ərdəbildən yox, Ərdəbilə köçürübdür. Yanlışdır. Rey şəhərini Sasanilərdən yox, Samanilərdən alıb. Yanlışdır. Xəzərlərlə mübarizə aparıbdımı? Xeyr, bu Fəzl ibn Məhəmməd idi. Müstəqil siyasət edib 912-ci ildə xilafətə xaraq göndərməyə dandırmışdır. Bu dövrdə xaraq var idimi? Xeyr, xərac olmalıdır. Yanlışdır. Abbasilərə qarşı mübarizə aparmışdır. Bəli, Abbasilərə qarşı mübarizə aparmışdır. Doğru fikirdir. 11-ci suala baxaq. Verilmiş şəhərlərlə bağlı uyğunluq gözlənilib, amma 11-ci əsr tarixi. Məziyyətlərin ilk iqamətgahı 7. 7-yə baxıram. 7 haradır? Baxın. Bakının, yəni bu burada ilə düz gəlirik bura. 7-yə gəlirik. Demək, Bərdədir. Məziyyətlərin ilk iqamətgahı Bərdə olubdur. Demək, doğru fikirdir. Amma mən 11-ci əsr soruşmuşam. Ona görə də yanlışdır. Çünki 11-ci əsrə aid deyil. Şirvanşahların paytaxtı idi 3, baxın diqqət edin, 3, Şirvandır, 4 Şamaxıdır. Şirvanşahların paytaxtı 3 il deyəndə Şirvan nəzərdə tutulur. Şirvan 11-ci əsrdə yox. Şirvan 9-cu əsrdə paytaxt olubdur. Ona görə yanlışdır. Yəni 9-18-ə qədər paytaxt olubdur, yanlışdır. Paytaxt olduğu dövləti əmir idarə edirdi 6. 6 haradır? Gəncə. Bu Göyçənin yuxarısından belə gəldikdə Gəncəyə gəldik. Deməli, paytaxt olduğu dövləti əmir idarə edib. Şəddadilər idi bunun paytaxtı olduğu dövlət. Şəddadilərin də hökmdarı əmir adlandığına görə bu cavab doğrudur. Çünki 11-ci əsrdə şəddadilər mövcud olubdur. Müstəqil əmirlik yaranıb 9-da. 9 haradır? Dəbil əmirliyi. Dəbil əmirliyi yaranıb doğrudur, amma 10-cu əsrə aiddir. Ona görə yanlışdır. Şirvanşahlar dövlətinə birləşdirildi 2 və 5. 2 haradır? Deməli, Şabran. 5 haradır? 2 Şabran. 5 haradır bəs? Qəbələ. Şabranla Qəbələ birləşdirilib, amma 10-cu əsrdə birləşdirilib. Ona görə yanlışdır.
Şəddadilər dövlətinə aid ərazilərlə bağlı uyğunluq gözlənilib. Şəddadilər dövləti deyirəm, diqqət eləyək. Deməli, Salarilərin varına son qoyub ondan ayrılmış torpaqlarda yeni dövlətin əsasını qoydu 6. Aha, baxaq görək, həqiqətən 6-dırmı? Salarilərin varına son qoyub ondan ayrılmış. Bu cümlə ümumiyyətlə yanlışdır. Niyə? Çünki Şəddadilər dövləti Salarilərin varına son qoyub yox. Salarilərin sonuncu naibi İbrahimi qovaraq, yəni ondan ayrılmış torpaqlarda dövlət yaradıbdı. Amma dövlətin varına son qoymayıbdı. Ona görə bu fikir ümumiyyətlə yanlışdır. 11-ci əsrin 30-cu illərində qiyam baş verdi. 4. 11-ci əsrin 30-cu illəri, yəni 1030-cu illər düşür. 4 də haradır? Beyləqan. Beyləqanda da qiyam olubdu. Bu doğru fikirdir. Slavyanların yürüşündə öyrəndik bunu ki, Şəddadi hökmdarı Musa Slavyanları kömək çağırır. Beyləqanda qiyam qaldırmış qardaşına qarşı. Deməli, 11-ci əsrin 30-cu illərində həqiqətən qiyam baş verib və bu da Beyləqandır. Beyləqanda 4-dür. Doğru fikrimiz məhz onda olur bu variant. Amma digərləri niyə yanlışdır? 918-də paytaxt köçürülüb 9-a. Yaxınlaşdırım. Bir dəqiqə 9 haradır? Deməli, Şamaxıya. 918-də paytaxt Şamaxıya köçürülübdür. Demək, amma bu doğru fikir olsa da Şirvanşahlar dövlətinə aiddir. Mən Şəddadilərlə bağlı uyğunluq soruşduğuma görə yanlışdır. Fəzl ibn Məhəmməd dövlətinə tabe etdi 5 və 7-ni. 5 və 7-yə baxıram. 5 haradır? Deməli, 5 Bərdədir. 7 haradır? 7 isə Şəmkirdir. Bu yanlışdır. Fəzl ibn Məhəmmədin dövründə deyirik ki, Beyləqan birləşdirilibdir. Eyni zamanda ata-baba mülkü olan Dəbil birləşdirilib. Ona görə yanlışdır. Hərbi məqsədlə Əbülasvar Şavur Xudafərin körpüsünü saldırdı 8-də. Ümumiyyətlə, Xudafərin körpüsünü saldıran Əbülasvar Şavur yox, Fəzl ibn Məhəmməddir, yanlışdır. Feodal dövlətlərlə bağlı yanlış fikir deyil, yəni doğru fikri göstərin deyil. İlk yaranmış etnik feodal dövlətin, yəni Sadilərin 9-cu əsrdə paytaxtı olub 1-3. 1-3-ə baxıram. 1 haradır? Baxın, 1 Marağa, 3 haradır? Ərdəbil. Sadilərin paytaxtı 1-3 olub. Marağa, sonra Ərdəbil. Amma 9-cu əsrdə deyir Marağa, Ərdəbil olubdu. Ərdəbil 10-cu əsr paytaxtı olub. Yəni Yusifin dövründə. Ona görə bu yanlışdır. Əbülhica tərəfindən yaranmış dövlətin ilk paytaxtı olub 2. Əbülhica Rəvadiləri yaradıbdır. Rəvadilərin də ilk paytaxtı olubdu. Ərdəbil sonra Təbrizə köçürülübdür. Ona görə yanlışdır. İlk dediyinə görə yanlışdır. Xəzərdə hərbi gəmiləri olmuş. Xəzərdə hərbi gəmi sözünü eşitdiksə yanlışdır. Çünki Xəzərdə ticarət gəmiləri üzrə Salarilər dövründə hərbi gəmi olmayıbdır. 3 Ərdəbil olsa da, Salarilərə aid olsa da hərbi donanma, hərbi gəmidən danışa bilmərik. Hakimiyyətin sonuna yaxın Səlcuqların hakimiyyətini qəbul etmiş hökmdarın dövrünə paytaxt idi 6. Baxın, bəzi mənbələrdə 1054 deyirik ki, bunu daima elə öyrənirik. Bəzi yerlərdə isə deyir hakimiyyətin sonuna yaxın. Yəni, hər iki fikirdə doğru götürməliyik. Çünki dərslikdə bir dərslik belə deyir, bir dərslik belə deyir. Demək, Səlcuqların hakimiyyətini qəbul etmiş hökmdar Əbülasvar Şavurdan söhbət gedir və onun dövründə paytaxt idi 6. 6-ya baxıram, 6 haradır? 6 Göyçən yuxarısından gəldiyimə görə Gəncədir və Gəncə məsələ Şəddadilərin paytaxtı olubdur. Yəni Əbülasvar Şavurun dövründə paytaxt olub. Deməli, bu doğru fikirdir. Doğru fikrimiz elə olur bu variant. Məhəmməd ibn Yezid tərəfindən mərkəzin köçürüldüyü şəhərdir 6. Məhəmməd ibn Yezid tərəfindən mərkəz köçürülübdür 6-ya. Yəni Gəncəyə köçürüb. Bu doğru fikir olsa da, həmin dövrdə Məhəmməd ibn Yezid köçürəndə hələ dövlət yox idi. Mən feodal dövlətlərlə bağlı uyğunluq soruşuram. Bu dövrdə Şirvanşahlar dövləti olmadığına görə, yəni hər hansı bir dövlətə aid eləyə bilmərik. Bu sadəcə olaraq məziyyətlərə aiddir. Ona görə bu fikir yanlış olmuş olur. Sonra baxaq 14-cü suala. 9-cu əsrdə mövcud olmuş Sadilər dövlətini Salarilər dövlətindən fərqləndirmir. Baxın, bu 9-cu əsr söhbəti sadəcə olaraq Sadilərə aid xüsusiyyətdir. Yəni, Sadilərin 9-cu əsr dövrünü Salarilərdən, yəni 10-cu əsr mövcud olmuş Salarilər dövlətindən fərqləndirmir. Azərbaycan vahid halda birləşdirib. Sacilər birləşdirsə də bu 10-cu əsrdə birləşdiribdir. Yəni, fərqləndirmir deyirəmsə ortağı, oxşarı soruşuram. Və vahid halda birləşdirmək 10-cu əsr tarixinə xas olduğuna görə, Yusifə aid olduğuna görə 9-cu əsrə oxşar götürə bilmərik. Paytaxt Ərdəbilə hökmdarın adına pul kəsilibdir. Paytaxtın Ərdəbil olması da 10-cu əsrə xas xüsusiyyətdir. Ona görə oxşar götürə bilmərik. Sülalənin banisi tərəfindən dövlətin əsası qoyulub. Sülalənin banisi Əbu Sacdır.
dövlətin əsasını qoyan Məhəmməd İbn Əbu Sacdır. Ona görə yanlışdır. Ərazisi Fərat çayına qədər çatıb. Bu Salarilər dövlətinin ərazisi idi 10-cu əsrdə. Deməli, oxşar cəhət götürmürük. Hökmdar adına pul kəsdirərək müstəqil dövlətin əsasını qoyubdu. Bəli, 9-cu əsrdə Sacilər dövlətinin əsası qoyulubdu. Hökmdar adına pul kəsdirib Məhəmməd İbn Əbu Sac. 10-cu əsrdə də Salarilər Məzvar İbn Məhəmməd adına pul kəsdirib dövlətin əsasını qoyubdu. Yəni, iki dövlət üçün ortaq cəhətdir. Ərəb mənşəli Salih tərəfindən yaradılmış dövlətləri fərqləndirən xüsusiyyətlərə aid deyil. Baxıram, deməli, Ərəb mənşəli Salih tərəfindən yaranmış iki dövlət tanıyırıq. Rəvvadilər və Şirvanşahlar. Onları fərqləndirən xüsusiyyətə aid deyil, yəni oxşar xüsusiyyətlərini göstərin. Hər ikisi Azərbaycanın cənubunda əsası qoyulub. Təbii ki, bunu oxşar götürə bilmərik, çünki Şirvanşahlar şimaldadır. 8-ci əsr müstəqil əmirlik yaradıb. Rəvvadilər müstəqil yox, yarım müstəqil əmirlik idi. Ona görə yanlışdır. 11-ci əsrdə müqavimətdən sonra Səlcuqlara tabe olublar. Diqqət edirik, ciddi müqavimət göstərən Şirvanşahlar olub. Amma Rəvvadilər də, Şəddadilər də müqavimətsiz tutulubdur. Ona görə yanlışdır. Oğuz türklərinin ərazisində məskunlaşmasına icazə veriblər. Oğuz türklərinin ərazisində məskunlaşmasına icazə verən Rəvvadi və Şəddadidir. Mən burada ərəb mənşəli Salih, yəni Şirvanşah və Rəvvadinin oxşarlığını soruşuram deyə yanlışdır. Muğanı özlərinə tabe ediblər. Bəli, Muğanı özlərinə tabe eləmək Rəvadilərdə var, verilibdir. Və Muğanı bir də özünə tabe edən Şirvanşahlarda Huşəngin dövründə görürük, 14-cü əsrdə. Ona görə oxşar cəhət, yəni bu əsr fərqi olsa da mən əsr xüsusiyyəti qoymamışam da, burada əsr məhdudiyyəti qoymamışam. Ümumi halda oxşarlıq soruşduğuma görə Muğanı tabe edilmək həm Rəvvadilər, həm də Şirvanşahlar üçün ortaq cəhətdir. Sualları biraz sürətli izah eləmiş ola bilərəm. Əgər hər hansı bir sualda da çaşqınlıq varsa, başa düşmədiyimiz məqam varsa, qrupa yönləndirə bilərik. Diqqətiniz üçün təşəkkürlər.